Salam dostlar, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam. İstədim güllərimi çəkəm göstərəm sizə ki, necə dəyişikliklər eləmişəm. Deməli, mənim bu polkam vardı, belə o biri pəncərədə idi. Artıq günəş çıxır, günorta vaxtı çox isti olur. Gördüm ki, bu güllərin yarpaqlarında belə büzüşürlər də, yəni istiyə dözə bilmirlər. Ona görə gətirdim, qoydum bura ki, burada günəş ancaq günortadan sonra vurur. Ona görə burada qalsınlar. Burada da mənim sanseveriyalarım var. Bu sanseveriyamı bilməm, bunu göstərmişdim ya yox. Yeni buradan balası çıxır. Maşallah olsun. Və belə bir sort da var məndə sanseveriyam. Baxın, çox əslində uzaqdan oxşuyurlar bir-birlərinə, amma tamam fərqli bir formadadırlar. Bunun yarpağının içində də belə zolaq kimi var, amma bunda sadədir. Sonra belə bir sort sanseveriyam da var. Çox bəyənirəm bunu da. Amma hələ ki bunda yeni yarpaq falan belə bir şeylər yoxdur. Diblərinə də mən demişdim sizə, əlimə keçin yumurta qabıqlarıdır, dəmlənmiş köhnə çaydır. Sonra bu lavroni list yarpaqların cücülərə görə, belə bir şeylərə görə atmışam. Darçın tökürəm, nə bilim belə. Amma sanseveriyalar suyu çox sevmirlər. Düzdür, mənim bir dənə sanseveriya sortum var, böyük qabda olan. Mən onun suyu çox öyrəşdirmişəm. O dəhşət çox su sevir. Ona suyun əksik etmirəm. Amma bunlar, onu da nədən bildim? Bu sanseveriyaya su verdim. Gördüm, buralarında çürümə başlayır. Ona görə vermirəm daha su. Sonra bunun da burada balası var artıq. Bunun bir dənə də bu formada olan, amma rəngi bu hissəsi fərqli idi. Elə bir sortda görmüşəm. İnşallah Allah qismət eləsin, ondan da alaram. Sonra beləsi də var. Bu da mənim 2 dənədir bundan məndə. O tərəfdə də var. Bu balası idi, onun artırmışam. Sonra bu dollar gülümdür. Bunu mən axşam gətirdim, qoydum bura ki, biraz buradan açıq hava görsün. Bu da çox möhkəm güllərdəndir. Su sevmir. Çünki öz kökündə belə kartof kimi bir şeylər var. Onlar suyu yığır. Çox su olsa onlarda çürümə baş verə bilər. Sonra bu aglanemamı da gətirib bura qoymuşam. Bu yeni yarpağıdır bunun. Bu gördüm ki gün işığı az alır. Ona görə belə cılızdaşma kimi gedir. Bir müddət gətirmişəm ki burada günəş görsün. Qəşəng olsun. Bu monsteranın da yenə yarpaqları bu formada olanıdır. Onu da gətirmişəm ki gün görsün ki yeni yarpaqları gözəl olsun. Belə göstərim sizə. Buradan pərdəni çəkim. Orada da mən baxın, o kalonşo növüdür. Onu qoymuşam ora. Biri içəridədir, burada. İndi mən baxacağım, görüm içəridə necə olur, çöldə inkişafı necə olur. Məncə çöldə daha görürsünüz canlıdır yarpaqları. Bu begoniyamı da qoymuşam bura. Deməli dostlar, mənim aldığım begoniyalar tələf olmuşdu və başqa 2 dənə də begoniyam var. Onu da satışa qoymuşam. Maşallah istəyənlər çoxdur. İnşallah uyğun olan biri ilə əlaqə saxlayıb verəcəm ona. Çünki mən baxa bilmirəm, tələf olmamış. Satıb yerinə başqa dözümlü bitki alacağam. Mənim kəpənək gülümdür. Maşallah. Bunlar amma bilməm niyə soldu. Çox bəyənirəm bu gülü də, fərqli bir güldür. Hoyanı da gətirdim, qoydum bura. Bu sadə olan hoya növündəndir. Bunlar mənim sevdiyim güllərim. Bu gülü də qoymuşam bura. Nə idi bunun adı? Xlorofitum deyəsən odur. Qoydum bura. Maşallah qəşəngdir. Sizə göstərim, orada mən o gülün adı yaqut kolyesi. Türklər elə səslənir ona. Onu qoymuşam mən çölə. Bəlkə buradan da görərsiniz ki, necə yaşıllaşıb o. Tamam fərqli bir olub. Qabı da belə böyük, çox qəşəngdir. Belə.
İnşallah mən bu güllərimi belə saxlayıram. Bunları mən məsələn o çöldə olan kaktuslardır, sukulentdir. Sonra bəzi güllər var ki, onları yayda kəndə aparmaq fikrim var. Yəqin ki, orada çöldə, havada daha qəşəng böyüyərlər. Bunları göstərdim. İndi sizə keçim oradakiləri də göstərəcəm. Buranı da göstərim. Burada deməli drasyenaları yığmışam. Drasyenalar da çox su sevmirlər. Mən arada belə su püskürdürəm üstlərinə. Suyu az verirəm. Deməli bu drasyenadır. Bunun qabını dəyişmək istəyirəm. Fikrim qabını dəyişməkdir. Amma bilmirəm ki, bunu belə elə bu formada əkim qaba, yoxsa məsələn buradan da artırmaq olardı. 4 dənə belə gövdəsi var. Yəni bunları ayrı kəsim bir qabda belə əkim. Ona görə qalmışam. Çox bəyənirəm bunun yarpaqlarını mən. Çox qəşəngdir. Sonra belə bir drasyenam da var. Baxın. Bunlar yeni yarpaqlardır. Qəşəng böyüyürlər. Yəni gül saxlayanlar üçün, təzə başlayanlar üçün bu drasyena növlərindən ala bilərlər. Həm dözümlüdür, həm də baxımı asan bir güldür. Sonra burada məndə belə bir sarmaşıq da var. 2 növdür. Bu ikisi də eyni boydaydı mən bunları əkəndə. Amma bu forma olanı çox zəif böyüyür, amma bu böyüyüb belə qəşəngdir. Bu da yeni yarpaq çıxarır. Mən elə bildirim bu çiçəkdir bunun. Amma yeni yarpağıymış. Maşallah olsun. Baxın, yeni yarpaqdır. Sevindim. Çox gül olmanın da üstün tərəfi odur ki, sən hamısına vaxt eləyib baxa bilmirsən, amma baxanda görürsən ki, səni sevindirirlər. Yeni yarpaqları olanı olur, yəni balası olanı olur. Onda o sevincin həddi hüdudu olmur. Bu da bu alakasiya növümdür. Baxın, açılmaq üzrədir bu yeni yarpağı. Bu drasyenadır. Bunu da mən çoxdan əkmişəm. Çox zəif böyüyür. Mənə elə gəlir ki, bunun qabı çox böyükdür. Amma artıq dəyişdirmək istəmirəm. Çünki çox dəyişdirmişəm bunu mən. Yazıqdır. Sonra tələf olar. Bu da potos sarmaşığımdır. Mən çox sevirəm bu sarmaşığı. Yəni, mənim ən bəyəndiyim sarmaşıq növlərindən biridir. Amma məndə gec inkişaf edir, gec böyüyür. Nədəndir bilmirəm. Torpağın da çox qəşəng torpaq almışam ona. İstəyirəm belə böyüsün, aşağı belə doğru getsin, amma olmur. Nəsə belə zəifdir. Sonra bu Syngonium növüdür. Çox fərqli yarpağı var. Bunu da qabını çox dəyişmişəm. Hələ yaxşıdır ki, özünə gəlib. Sonra bu drasyenam da var. Dünən mən bu güllərimin hamısına maya suyu vermişəm. Yəni bir belə qab var məndə. Hardasa 1 litrə yaxın olar. Onun içinə 2 qaşıq tökdüm. Bu dəfə 2 qaşıq tökdüm. Mayanı qarışdırdım. Güllərin hamısına vermişəm. Yəni ayda bir dəfə belə verə bilərsiniz. Bu da var. Bu da çox zəif böyüyür. Burada 3 növ var deyəsən. 3 növ alakasiya var. Bu alakasiyadan olmalıdır. Amma bu hələ bu gündədir. Sonra belə dua gülüm var mənim. Bunu bacımla gətirmişdim. Baxım etməkdən ötürü. Qalıb məndə. Çox bəyənirəm. Yeni yarpaqlarına baxın. Çox qəşəngdir. Fərqli bir güldür. Mən bunu deməli 30 manata almışdım. Çox böyük idi. Yarpaqlar da böyük idi. Çox möhtəşəm bir güldür. Amma sonra yarpaqlar başladı solmağa. Yadınızda məndə dua gülləri çox idi. Yəni videolarıma baxanlar bilər ki, məndə çox olub bu güllərin növlərindən. Və bu da tələf oldu, getdi. Sonra qabını dəyişdim. Biraz özünə gəldi. Bacıma vermişdim. O da bəyənmişdi. Ona vermişdim. Sonra getdim, gördüm ki, o günəş altına qoyub. Bunlar da günəşi sevmirlər. Ona görə çox tələf olmuşdu. Gətirdim torpağın, qabını falan dəyişdim. İndi maşallah özünə gəlir. İndi də zaldakı güllərimi göstərim sizə. Videonu qısa-qısa çəkmişəm hər yerdən. Sonra birləşdirəcəm, paylaşacağam. Bu güldə ev yolkası. Bunu mən qabını dəyişdim. Yaxşı ki dəyişdim. Yeni qaba keçirtdim. Dəyişməmişdim.
Dedim bəlkə ehtiyac olmaz, qabın ölçüsü falan yaxşı idi. Amma dəyişdim. Kökü, torpağı yaxşı değildi. Yeni torpağa keçirdim. Sonra bu şeflera da o qabın içində idi. Onu da balaca bir qaba keçirdim. Biraz solğun kimidir. Dünənlərim dəyişmişəm. Su verməmişəm. Bunu yuyacam qəşəng yarpaqlarım falan. Elə onda da su içmiş olar. Sonra bu mənim bu sanseveriyanı deyirdim ki, mən buna çox su verirəm. Demək olar ki, o biri güllər sulayanda da buna su verirəm mən. Suya çox öyrəşib. Maşallah bu 1 metrdən bəlkə də çoxdur hündürlüyü. Sonra keçim buradakı güllərə. Burada nə var? Burada monsteram var. Baxın belə. Bu sarmaşığı da gətirib qoymuşam bura. Çox bəyənirəm mən bunu. Baxın. Yarpaqlarla dolub. Mən bunu əkəndə yarpaqlar tək-tək idi. Amma indi qabı doldurur. Sonra bu singoniumdur burada. Bunun yanından çıxarmışdım. O varigat olan singoniumu ayrı qaba keçirtdim. Sonra bu Ficus benjamin'dir. Artıq o biri stolun üstə sanseveriyaları yığdığıma görə yer olmadı. Mən də gətirdim onu bura. Sonra bu kratondur. Bunu da çox bəyənirəm. Yəni belə fərqli bir güldür. Güllərin içində gözə çarpır, qəşəng görsənir. Və mən bunun da qabını dəyişdim. Rayona getməmişdən qabaq və burada belə bir çiçəkdir, toxumdur, bilmirəm, çıxarıb. Məncə bu gün altında qalsa, yarpaqlar, daha doğrusu gün altında yox, tam işıqlı bir yerdə qalsa, yarpaqları çox gözəl görsənər. Düzdür, məndə bura gün ortadan sonra bir damcı gün düşür, bəlkə də o təsir eləyər ona. Sonra belə bir dekorativ güldür. Mən bunu uşaq vaxtından kimdəsə görmüşdüm, çox bəyənirdim, tapa bilmirdim. Sonra xanımda gördüm. Götürdüm ondan da. Baxın maşallah nə qədər yeni yarpaqları çıxır. Çox qəşəngdilər. Çox bəyənirəm mən bunu. Sonra keçək buradan. Artıq bu Ficus'un da yeni yarpaqları var. Amma bu da yeni yarpaqdır. Yəni məndə olanda çıxan yarpaqlardır. Amma bu yarpaqlar niyə belə oldu bilmirəm. Burada da belə var. Bu xəstəlikdir, nədir? Tam anlaya bilmirəm. Sonra aglaonemaları da dəyişdim qabın. Bunun yeni yarpağı da çıxır buradan. Baxın. Çox qəşəngdilər. Hər fərqlidir. Bu belə bir aglaonemam da var. Bunu da mən alanda çox balacaydı. Yeni nə qədər yarpaqları çıxıb. Bu sarmaşıq da var məndə. Baxın, bu yarpağın belə kənarında yaşıl forması var. Çox qəşəngdir. Sonra bu sarmaşıq da görürsünüz ona oxşuyur. Bu torpaqda gördüm solur. Gətirib keçirtdim suya. Qəşəngdir. Suda belə şax qalıb. Belə bir begoniya gətirdim, qoydum bura ki, bu fərqli görsənsin. Orada göstərmişdim sizə. Pəncərədə olanlandı. Drasenam var burada yenə. Belə yarpağı sadə olandan. Qapı döyüldü. Videom yarımçıq qaldı. Ardın çəkim sizin üçün. Deməli, burada məndə var bu monstera. Bunu mən özüm fırladım belə. İşıq istiqamətinə gedir. Ona görə istədim yarpaqları indi bu tərəfə getsin ki, tarazlaşsın. Sonra bu sarmaşığım da var. Bu da aşağıya doğru gedir. Mən bunu belə fırlayıram qabın içindəki kök atsın, qabı doldursun. Qəşəngdir. Belə bir marantam da var. Elə bu maranta güllərin içində bir də bu sortudur ki, böyütmək, yəni bitirmək asandır o birilərinə nisbətən. Və mən bunu alandan qabını dəyişməmişim. Elə öz qabında qalıb. Xanım dedi ki, yeni əkmişəm. Ona görə hələ dəyməmişəm. Sonra burada belə bir aglaonemam da var. Baxın, yeni yarpaq verir buradan. Belə bir sarmaşıq da var. Buna da mən su təzə vermişəm, amma deyəsən susuzdur. Sonra bu aglaonemanı da əkmişəm. Çox qəşəngdilər. Burada mənim palmam da var. Onu da dəyişdim. Bu onun yeni yarpağı da çıxır. Qəşəngdir. Bu da anteriumdur. Yarpaqları, bu yarpaqları kəsəcəm. Bilməm bu hansı xəstəlikdir bunda, bu yarpaq.
Nədən olur bu, bilmirəm. Ya göbələk kimi bir şeydir, bilmədim necədirsə. Amma onları kəsib götürəcəm. Burada da mənim Sanseveriyamdır. Sanseveriya Moonshine adı belədir. Çox bəyənirəm. Yaxşı ki, bunu belə bir qaba keçirtdim. Çox qəşəng görsənir. Belə də ümumi göstərim sizə ki, mənim Twistentimin qabağı baxın belə güllərdir. Çox bəyənirəm bu formada görsənməyin. Bu qədər. İnşallah ki, yeni videomu bəyənərsiniz. Bəyənməyi, yorum yazmağı, kanalıma abunə olmağı unutmayın. Və nə sualınız var, nə fikirləriniz də varsa yaza bilərsiniz. Hələlik sağ olun.